Biz işləmi Xəstədə yad cisimlər mədədə izlənildi. özü etiraf etdi 9 ədəd qaşıq udduğunu. Bakıda ruhi xəstəxanada qeydiyyatda olan 55 yaşlı kişi 9 metal qaşıq udub. Hadisə yerinə təcili tibbi yardım çağırıldıqdan sonra o xəstəxanaya yerləşdirilib. 9 ədəd qaşığın arxa hissəsini qıraraq udub. Xəstəni biz acildə dəyərləndirdiyimiz zaman xəstənin qarnının yumuşaq və palpasiya ilə ağrısız olduğunu gördük. Şuuru açıq idi xəstənin, özü etiraf etdi 9 ədəd qaşıq udduğunu. Rentgen çəkdirdik. Rentgenda xəstənin qarın boşluğunda yad cisimlərin görüntüsünü gördük. İlkin olaraq həm diaqnostik, həm də müalicə amaçlı xəstəyə endoskopi planladıq əməliyyatxanada. Xəstədə yad cisimlər mədədə izlənildi. Xəstəyə gastroskopiya olundu. Gastroskopiyada mədənin dib hissəsində pərçim olunmuş yad metal cisim, belə deyək, qaşıq dəstəsi aşağılandı. Endoskopik üsulla yad cisimlər xaric olundu. Həkimlərin birlikdə səyi nəticəsində qaşıqların mədədən çıxarılma prosesi 5 saat davam edib. Biz işləmi gastroenteroloq Rüfət doktorla birlikdə gerçəkləşdirdik. Əgər bərabər girməmizdə amaç da bu idi ki, endoskopik olaraq əgər çıxarılarsa endoskopik çıxarılmaq, əgər çıxarılmazsa biz laparotomiya, gastrotomiya ilə o yad cisimləri oradan çıxarmağı planlaşdırdıq. Aldığımız məlumata görə bu şəxsin etdiyi ilk belə hadisə deyil. Daha əvvəldə o 2 qaşıq udaraq oxşar hərəkət edib. Hazırda xəstə reanimasiya şöbəsində nəzarət altındadır. Vəziyyəti stabildir.